Deməli, yağışlı bir Kaliforniya günündə ürəyimizə qəşəng bir borş düşüb gəlmişik. Organik Amerikanski borş eləməyə. I say, what's this? Green. Let's go. Burada hər şey baha olduğuna görə, əməlli bahadır da. Ona görə buranın arabaları da həmişə balaca olur. Yekə araba deyəsən olmur burada. Qarpızın sezonudur. Qarpız istəyirəm. Qarpızı sağ ucuz yerdən alacağım. Çıxanda şey eləyərik. Bizə aid olan yerlərə gəldik, çıxdıq. Birinci kələm. Kim nə yazır yazsın. Mən qırmızı kələmlə eləyirəm. Çox da qəşəng olur. Rəngin də daha qırmızı eləyir. Düzdür, qaynayandan sonra bir rəngi qalmır. Organik yer kökü. İkisi. 2. Artıq götürmürəm. Petruşka bir dənə 1.39. Bir dənə qırmızı organik biber 3.29. Elə bir yarım kilosu 3.29. Organik çuğundur 3.69. Organik yemədim, canıma sığmır da. Soğan evdə var, amma baxa görə organik soğan neçədir? Soğan Deyil. edilmişdir. Yoxdur. Nə gündə ya biz. Bunda soğanı buradan yeməyə 7 alaq da. Baha deyil burada. Bir dənəsi, iki dənəsi bəs, bir yarım dənəsi bəs eləyə, yarım organik yenə saxlayarıq. Soğan anı. Belə organik soğan olur. Zədə alamın amma 2.89 yarım kilosu. Bir dənəsi bəs eləyər də yəqin elə. Lom soğan, bir dənə. Əslində buradan organik ət ala bilərəm. Mən xoşlayıram, qabırğadan çox qəşəng alınır şey. Amma bunun qiyməti, bu qədərin qiyməti 39 dollardır. Bir dənə bunu bağışlasınlar, bu evdə var da, evdə gülküm ətimiz var. Özü halaldır, bu halaldır. Halal, yeyəndə halal mal yeyim. Sarımsaq da evdə var. Onu da buradan almışdım özdə. Organik qarlik 6.99 yarım kilosu. Kartof. 2 dənəsini doğrayarıq da, ikisi. Yoxsa bir dənə eləyək. 2 dənə. 2 dənə. Yaxşı da, yaxşı sənsən. 2 dənə kartoşka. Hardadır bunun qiyməti? 2.59-a yarım kilosu qısaca. Organik deyil, sən elə sifət gözü, burnu şeylə. Deməli, burada vaxt qızıldan qiymətlidir. Ona görə bəzən elə çox vaxt olmur da, oturub ət qaynat, sümük qaynat. Burada hazır satılır və çox dadlı olur. Bax, Bonbros, mən bunu alıram. Sümük suyu, belə deyək, sümük bulyonu. Çox dadlı olur. 7 dollardır, 7.79. Bunu elə-belə xərcə salarıq, amma yəni məcbur deyil. Belə, amma əti qaynatmağa çox imkan olmuyor və yaxud da sümüklü ət olmayanda bundan qatırsan, elə bir ki, elə sümük qatmırsan. Deməli, dostlar, soğan almır. Amazonla bunlar işləyirlər deyə. Amazondakı Prime Member'i istifadə eləmək olur. Hə, deməli yavaş-yavaş başlayaq görək nə qədər tutur. Çuğundur, ya Allah. Nə qədər oldu? 3.69. Organic yellow potato 3.49. Petruşka 2.39. 7.79. Organic yellow onion düzdür? 3.74. 1.71. Organic loose carrot. Ən ucuz hələ ki bu da 55 qəpik. Bu nədir? Organic red cabbage. Vəssalam. Peyna 25 buna ödəyirik. Bu nədir ağzın burnu? Komentarda deyirlər ki, uşağın əlindən telefon düşmür. İngiliscə niyə öyrədirsiniz? Sən də borcuna qalın mənim uşağa. Mənim uşağımın altın batıranda gəlib bir pampers alıb vermisən mənə. Bekar adamlardır yalnız. Evdəki sür-sümük nə qədər var idi, hamısını atdıq, kasımın yemək, kasımın malı. Deməli gördün ki, üzərinə çıxır, oradan alırsan, yavaş-yavaş onu təmizləyirsən. Əti damğalayıb atırıq içərisinə. Sonra da həmin onun suyunda soğan, yağ falan burada olur. Deməli burada gedib Costco-dan Walmart-dan ət alıb belə qaynadası olsa çox iyrənc kəfi çıxır çünki bizdə halal kəsimdə heyvanın qanı tam axıdılır da. Amma bunlarda yəqin ki axıdılmış. Bunu burada damğalayırıq o yüz bu yüz. Biz bol dəfnə yarpağı sevirik. Bir istiyor atırıq. Oradan xoşlamır bunu. Sarımsaqları da əzib atırıq suyun içinə. Sən niyə elə elədin? Qoy yeyək də. Bizə lazımdır bu. Soğan onda qoğulandı qəşəng olur. Organik olmadı. Biz yeyəmirik. Yavaş qod da. Bir dənə də keçir. Bunları qoyacağam. Əvvəldən atırıq içərisinə. Yaqan şeylərdə qartı hər bilirsən. Qartı da deyirəm necə. Əsas. Organik olmadı. Yeyəmirik də. Qartışanı da atırıq. Sən bunun içində özümüz. Atdıq bura. Bura ölsün. Bunun üstünə qoyardıq. Düzəltmək olmur sonra. Bura atlas başına qaldı. Sarımsaq tozu, qırmızı biber, zəncəfil tozu. Bunu heç atmır, bunu biz atırıq ki o çay supları niyə gəlir onda hazırdır bunun içərisinə. Yağımız, ədviyyatımız hamısı bunun içində getdi. 100% ot yemiş inəyin sümüyü. Burada da yoxlayırıq görək. Həqiqətən organik yoxsa görürsən tərtəmiz mal deyil. Əsas məsələ burasını doğraya da vermək olar. Öyle deyil. Hə, gedir. Halalçılıq olsun, birində evdə qalmışlardan birim. Bax içərisi. Görürsən fərq. Yox qədər çuğundur buradan hər şeyə.
Boş, o qədər soğundur var onlara. Deyəndə nə yaxşı. Mən belə xoşlayıram. Soğundurumuzu atırıq. Birazca qarışdırırıq. Öz rəngini çıxardır. Qalır olur qıpqırmızı. Petruşka olmasa mümkündür. Ya nə qədər yağ atıb, nə qədər yağ atıb. Bu qədər yağ olar. Var Allah. Var atıram. Asya. Is it tasty? Is it tasty? Ye.